xidmətində biz çalışırıq ki, özlərimdə bir ciddi bir missiya hiss edirəm ki, hər bir vətəndaş kimi öz xalqıma xidmət göstərim hansısa vasitələrlə və çalışıram bu xidməti təmənnasız edim. Çünki bugün biz o qədər dəyərlərdən danışanlar çoxalıb ki, artıq insanlarda istehza yaradır, inamsızlıq yaradır və çalışmaq lazımdır ki, insan başını aşağı salıb sadəcə xidmətini göstərsin və buna səy edirəm, çalışıram buna və bacardığım qədər xalqa xidmət eləmək məqsədi daşıyıram. Allahla bu barədə əhd bağlamışam, dua etmişəm ki, Allah mənə yardımcı olsun bu işlərdə. Yəni, o xidmətin formaları dəyişə bilər hansısa şəkildə. Amma Allaha gedən yol da xalqa xidmətdən keçir deyə mən həyatda çalışıram ki, çox arzulayıram ki, həmişə insanlara xidmət eləmək fürsətim olsun. Bunun formaları zamanın tələblərinə uyğun şəkildə, şəraitə uyğun dəyişə bilər. Amma bu xidmət özü istəyirəm ömrümün sonuna qədər.